Aktoseril inyeksiya üçün məhlul nədir və hansı hallarda istifadə olunur? Tərkibinə gəldikdə, bir ampulun tərkibində 200 mq buzovların qanının deproteinləşdirilmiş ekstraktı vardır. Aktoseril məhlulu üçlü təsirə malik olan, yəni metabolik, neyroprotektiv və mikrosirkulyator təsirə malik olan antihipoksantdır. Aktoseril məhlulu oksigenin sorulmasını və mənimsənilməsini gücləndirir. Preparatın tərkibində olan inozitol fosfoooliqosaxaridlər qlukozanın nəqlinə və mənimsənilməsinə müsbət təsir göstərir ki, bu da işemiya şəraitində hüceyrələrin energetik metabolizminin yaxşılaşmasına və laktatın əmələ gəlməsinin azalmasına səbəb olur. İstifadəsinə dair göstərişlərə gəldikdə, beyin hüceyrə metabolizminin pozulmaları zamanı, yəni serebral işemiya, beyin demensiyası, beyin travması və serebral disfunksiyanın müalicəsində istifadə olunur. Əks göstərişlərinə gəldikdə, aktoseril preparatına qarşı yüksək həssaslıq, yəni allergik reaksiyalar, 18 yaşına qədər uşaqlar, ağır böyrək çatışmazlığı zamanı, oliguriya, anuriya zamanı, dekompensə olunmuş ürək çatışmazlığı, ağciyər ödemi, orqanizmdə həddindən artıq mayenin yığılması hallarında preparatın istifadəsi əks göstərişdir. Xüsusi göstərişlər və ehtiyat tədbirlərinə gəldikdə, allergik reaksiyalar, yəni səpki kimi hallar müşahidə olunduqda preparatın istifadəsi dayandırılmalıdır. Preparatı yalnız 0,9% natrium xlorid və ya 5% qlukoza məhlulu ilə qarışdırmaq lazımdır. Digər məhlullar ilə qarışdırmaq məsləhət görülmür. Preparatı əzələ daxilinə yeridərkən yerli ağrıların olmaması üçün inyeksiya məhlulunu yavaş və dərinə yeritmək lazımdır. Əzələ daxilinə yeridiləcək inyeksiyanın məhlulu 5 millidən çox olmamalıdır. Vena daxili damcı üsulu ilə yeridilmə zamanı isə dəqiqədə 2 millidən çox olmamalıdır. Hamiləlik və laktasiya dövründə istifadəsinə gəldikdə, aktoseril məhlul bu dövrlərdə çox ehtiyatla istifadə olunmalıdır. İstifadə qaydası və dozasına gəldikdə, serebral apopleksiya və beyin travması olan pasiyentlərdə aktoseril məhlulunun 20 və yaxud da 30 millisi 250 milli 5% qlukoza məhlulunda və yaxud da 250 milli natrium xlorid məhlulunda durulaşdırılmalıdır. Bundan sonra alınmış məhlulu gündə bir dəfə yavaş-yavaş vena daxilinə damcı üsulu ilə yeritmək lazımdır. Vena daxili damcının sürəti dəqiqədə 2 millidən çox olmamalıdır. Müalicə müddəti 2 həftə təşkil edir. Beyin disfunksiyası və beyin demensiyası olan pasiyentlərdə preparatın 30 millisi 250 milli 5% qlukoza məhlulunda və yaxud da 250 milli 0,9% natrium xlorid məhlulunda durulaşdırılır. Gündə bir dəfə yavaş-yavaş vena daxilinə damcı üsulu ilə yeridilir. Müalicə müddəti 2 həftə təşkil edir. Preparatı 20 dərəcə Selsidən yuxarı olmayan temperaturda işıqdan qorunan quru yerdə saxlamaq lazımdır. Həm YouTube, həm TikTok, həm də Instagram kanalıma abunə olub, videolarımı bəyənib paylaşmaqla mənim kanallarıma dəstək ola bilərsiniz. Video maarifləndirmək məqsədi ilə hazırlanmışdır. Reklam xarakteri daşımır. Videonu hazırladı Haşim Orucov.